Ağdam rayon Maksud Ərazi nümayəndəliyin Çorlu kənd sakini İsmailov Vəli Aloğlu. Bir həftə bundan öncə sosial şəbəkəyə çıxmışam oğluma qarşı olan haqsızlıqlarla əlaqədar. Ona cavab olaraq Ağdam rayon İcra Hakimiyyətindən Media TV-yə mənim çıxışıma cavab olaraq bildiriblər ki, Ağdam rayonu rəhbərliyi tərəfindən 2018-ci ildə gəlmiş icra başçısı bana ev veribdi. Xeyr. Media TV-yə yanlış məlumat verilib, yalan məlumat verilibdi. Bu əlimdə göstərdiyim sənəd evin sənədidir. İsmailov Ali Camaloğlu adına, atamın adına alınıb 2015-ci ildə Raquf Mamedov idi icra başçısı. Xıdırı kəndindən olan Ağdamlı. Vaqif Həsənov 2018-ci ildə gəlibdi. Bu yanlış məlumatlar, yalan məlumatları verməyi bəsdir. Bu kanalları, bu vətəndaşları çaşbaş salmayın. Mən bilmirəm, bəlkə də bana ev vermişsiniz. Mənim məlumatım yoxdur. Bəlkə də mənim oğluma ev vermişsiniz. Mənim məlumatım yoxdur. Elə bir məlumatı mən bu Media TV vasitəsilə eşitmişəm, mənə cavab olaraq verilibdi. Amma çox hörmətli Vaqif müəllim, sizin o qədər malınız, mülkünüz var ki, sayın hesabını itirmişsiniz. Heç bilmirsiniz harada nəyiniz var. İndi mən aydını gətirəcəm, mərhələli şəkildə sizin nələriniz var. Amma mənim bu evdən başqa heç nəyim yoxdur. Dövlət tərəfindən tikilsə də 2010-cu ildə, vətəndaşlara verilsə də, mən bu evi 2015-ci ildə almışam. Hal-hazırda aldığım adam da vətəndaşlar uzaqda deyil, yaxında yaşayır. Lazım olsa onu da dindirərsiniz. Mənim də bu evim əgər sizin üçün maraqlıdırsa, ya aidiyyatı qurumlar tərəfindən maraqlıdırsa, araşdırırsın. Mənim heç arada bir başqa evim yoxdur. Nə də heç bir başqa bir gəlir mənbəyim, ya mənim, ya oğlumun yoxdur. Mən özüm üçün heç nə də istəməmişəm. Orada deyirlər ki, Vəli özü üçün istəyir Ağdam rayonundan ev. Xeyr. Bu da yanlış məlumatdır. Mən oğlum üçün nə istəmişəm? İkinci Qarabağ müharibəsində sağlamlığı itirmiş, vətən uğrunda, torpaq uğrunda oğlum üçün istəmişəm. Yenə də tələb edirəm, yenə də xahiş edirəm. Bir məlumatda verirlər ki, Vaqif Həsənov oğlum işinə təmin etdirib. Mən bilmirdim. Bu kanala onlar cavab verəndən sonra bilmişəm ki, Təhsil Nazirliyində Vaqif Həsənovun tabeliyindəymiş. Mənim oğluma ali təhsilli olduğu üçün Təhsil Nazirliyi veribdi o işi. Vaqif Həsənov vermirdi. Başqa hansı işi verir, mən bilmirəm. Belə yaxşı olardı ki, elə dövlətimizin başçısı ona verdiyi tapşırıqları yaxşı xatırlasın. Vətəndaşlara doğru desin, doğru yol göstərsin. Ayrı seçilib qoymasın. Bir də növbəti mərhələdə onun harada nə varsa, yəqin ki, mərhələli şəkildə göstəriləcək bu. Bu kanallara göstəriləcək, amma olan şey olduğu kimi. Mən haqqına haqqa verməmişəm, vermirdim. Mən həmişə haqq tərəf olmuşam. Çox sağ olun, var olun. Bu sənətin də yəqin ki, şəkili bu bütün kanalda geri çıxacaqdır. Mənim evimin sənəti budur. Oturduğum, yaşadığım ev budur. Bu evdir. Çox sağ olun, var olun.